Dostlar, biz artıq Vəhiy kitabının yarısını oxuduq. Nələr yazılıb, nə baş veribsə, 14-cü fəslə qədər biz oxumuşuq. İndi isə dostlar, biz 14-cü fəsildən oxuyacağıq və biraz qabaqcadan demək istəyirəm, nədən 14-cü, sonra 15-ci, bir də 16-cı fəsillərdə nədən söhbət gedir. Deməli, Rəbb İsa'nın yer üzünə qayıtmağına hazırlanması, bax bu 14-cü fəsildə deyilir. 144 min nəfər bu İsrail xalqından satın alınmış. Onlar, biz artıq 12-ci fəsildə oxuduq ki, onlar göyə götürüldü. Onlar İsa Məsih ilə bir yerdə yer üzünə, bu dünyaya qayıdacaq. Sonra göydə döyüş olduğu kimi yerdə də döyüş olacaq. Biz bu haqda oxuyacaq. Necə ki 12-ci fəsildə deyilir, göydə deməli döyüş oldu. İblis və onun mələkləri, bir də ki Mikail və onun mələkləri onunla, yəni iblislə döyüşdü. Yadınızdadır. Necə ki göydə döyüş oldu, göydə döyüş olduğu kimi yerdə də döyüş olacaq. Bu haqda da biz oxuyacaq. Sonra Allahın son, belə deyək də, qəzəbi, ya Allahın hiddəti nəhayət bu 16-cı fəsildə, 15-ci, 16-cı fəsildə açılır. Bu 7 nimçədir. 7 nimçə, yəni 7 bəla. Bu haqda biz oxuyacaq. Bu 7 bəla da bu vəhşi heyvanın padşahlığını və onu qəbul edənlərin üzərinə qələm bəlalardır. Yəni onların üzərinə töküləcək. Sonra ikincisi. Sonra elə bir yer olacaq. Harmagedon adlı bir yerdir. Bu da İsrail torpağındadır. Harmagedon döyüşü olacaq. Yəni bu Məsihin əleyhdarı, həmən bu iblis, vəhşi heyvan Rəbbə qarşı çıxacaq. Onunla döyüşmək istəyəcək. Bu Harmagedon döyüşü olacaq. Bu Harmagedon döyüşündə də həmən o zaman böyük bir zəlzələ baş verəcək. Bu haqda biz Zakariyanın da kitabında 14-cü fəsildə oxuyacaq. Sonra dostlar, bu artıq 16-cı fəsildə deyilir. Göydən tökülən bir dolu, çəkisi 1 talant olacaq. 1 talant bilirsiniz nə qədərdir? 34 kilo yarım. 35 kiloya qədər də belə deyil. Bəli. 34 kilo yarım, 35 kiloya qədər. Siz təsəvvür edin, bu günə qədər dünya nə qədər varsa elə bir dolu olmayıb. Bilirsiniz nə qədərdir? Bu 34, 35. Bu böyük bir daş kubiklər var ya. Ev tikirləri, bu kubiklər, o Qaradağ daşı belə deyək də, Qaradağ kubikləri. O həmən kubik 30-33 kilodur çəkisi. Bu dolu isə dostlar, talant çəkisində təxminən 35 kiloya qədər bax göydən insanların üzərinə töküləcək. Məhv etmək üçün. İblisin padşahlığını həm də məhv etmək üçün. Sonra da bax bu dolu olanda, töküləndə, yəni bu dolu töküləndə, qıratda belə deyək. Kəlamda deyilir ki 1600 stadiyə qədər qan töküləcək. Bilirsiniz nə qədərdir 1600 stadiyə? Bir stadiyə təxminən 180 metrdir. 1600 stadiyə isə 300 kilometrə qədər qan töküləcək, belə deyir. Belə demək olar. Bu da ki, Yeşaya Peyğəmbərin həm kitabında 63-cü fəsildə biz oxuyacaq. Amma bu dediyimi hamısını Vəhiy kitabından götürdüm. Siz təsəvvür edin, İblis
bilir ki, Məsih yer üzünə gəlməlidir, öz müqəddəsləri ilə, öz seçimliləri ilə, bax bu həm də ki, bu həm cəmiyyəti ilə, həm də ki, bu 144 min nəfər ilə yer üzünə Məsih gəlməlidir və gələcək. Gələn zaman, dostlar, ona qarşı iblis çıxacaq və böyük bir döyüş olacaq. Bu böyük döyüş zamanında bilirsiniz, çox adam qırılacaq. Çox adam həlak olacaq. O hansı ki, iblisin ardıncan, bu vəhşi heyvanın ardıncan getdi və 300 kilometrə qədər qan töküləcək. 300 kilometr təxminən buradan hara qədərdir? Geranboya qədər. Bakıya qədər elə 30 kilometr. Belə deyək də, Bakıdan Geranboya qədər bir məsafədir. O boyda bir məsafə olacaq. O qədər adam qırılacaq. Nəysə, gəlin biz deməli 14-cü fəsildən oxuyaq. 1-ci ayədən 1-dən 5-ə qədər zəhmət olmasa Elçin qardaş oxuyardın. Mən gördüm ki, quzu Siyon dağında durub, onunla birlikdə 144 min nəfər var idi. Onların alnında quzunun adı və onun atasının adı yazılmışdı. Mən göydən gur suların sədasına və güclü göy gürültüsünə bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. Onlar taxtın, 4 canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 min nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da onun ardınca gedir. Onlar Allah və quzu üçün nübar olaraq insanlar arasından satın alındı. Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir. Artıq bu 144 min nəfər biz burada oxuyuruq ki, Rəbb ilə Siyon dağındadırlar. Yəni ki, artıq göylərdədir. Rəbb onları qəbul edib, Rəbb onlara öz mükafatını verib, ağ libas paltarını deməli, hamısı ağ libas paltarına bürünüb və onlar hamısı Rəbbin əmrini gözləyirlər. Rəbb yer üzünə qayıtmalıdır. Rəbb bax bu 144 min nəfər ilə bir yerdə qayıtmalıdır. Nəinki onlarla bir yerdə, həm dostlar, cəmiyyət artıq göylərdə olacaq. Cəmiyyət, yəni bax burada ona iman edənlər də götürülüb və o mükafatını alaraq birlikdə, yəni Məsihlə birlikdə yer üzünə qayıdıb 1000 il padşahlıq edəcək. İsa Məsih 1000 il burada padşahlıq edəcək. Cəmiyyət ilə birlikdə. Amma buna mane edən kimsə vardır. Göydə döyüş olub və göydən yerə kim atıldı? İblis atıldı. İndi isə bu yerə atılan iblis yer üzündə padşahlıq etmək istəyir. Öz adamlarını axtarıb tapır və baxın dostlar, onun bir şəxsi də var idi, vəhşi heyvan. O vəhşi heyvan öz hakimiyyətini burada qurur yer üzündə. Ona 3 il yarım vaxt verilir. 3 il yarım ərzində görün nələr edir. Bütün insanlar ona səcdə etməlidirlər, baş əyməlidirlər. Onu Rəbb Allah bildirməlidirlər. Çünki elə bil ki, bu dünyada bu dəhşətli şər altında qalan dünyada elə bil müvəqqəti sülh yaradacaq. Müvəqqəti sülh yaradacaq, amma bir də ki,
bilirsiniz, bilmirəm, eşitmisiniz, elə bir tez-tez axır vaxtlar işlədirlər, belə bir cümləni işlədirlər. Yeni dünya nizamı. Eşitmisiniz? Rusça Novoy Mirovoy Porядok elə deyirlər. Yeni dünya nizamı. Bax, bu yeni dünya nizamı qurmaq istəyir. İblis qurmaq və quracaq. Hamı ona baş əyəcək. Bütün bəşəriyyət. Amma elələri olacaq ki, yox, onu qəbul etməyəcək. Qəbul etməyənləri nə edəcək? Necə bilmək olar, necə tanımaq olar ki, bax, bu insan məni qəbul etmir. Keçən səfər danışdıq, bütün bəşəriyyət, bütün insanlar damğalanacaq. Çıxmır. Damğanın da öz sayı var. 666. Bu insan sayıdır, başqa sözlərdə bu iblisin sayıdır və burada baxın 13-cü fəsildə deyilir ki, kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı deməli sayı hesablasın. Çünki bir insanın sayıdır. Onun sayı 666-dır. Dostlar, keçmişdə, yəni 1-ci, 2-ci əsrdə, yəni Roma imperiyası dövründə bütün hərflərin öz sayı var idi. Hər bir hərfin, ondan sonra hər bir adının, belə deyək də, hər bir sözünün öz sayı var idi. İndi nə olan bir addır, naməlumdur. Bizim xəbərimiz yoxdur. Amma demək olar ki, bu yaxın gələcəkdə vəhşi heyvan açılan kimi o saat bilinəcək. Məsəl üçün, əgər vəhiy kitabı indi biz oxuyuruq ki, Yunanca yazılıb, ümumiyyətlə Əhd-i Cədid, yəni İncil kitabı Yunanca yazılıb, Yunan dilində. Deməli, Yunan hərflər o vaxtı, Yunan hərfləri o vaxtı hər bir hərfinin öz sayı var idi. Məsəl üçün, V hərfi, indi V hərfi deyirəm sizə. 3-dür məsələn. A, B-dir. A hərfi neçənci hərfdir Azərbaycan dilində? Birinci, bu hərfi ikinci. Sonra neçə? Üçüncü C hərfi gedir, elə deyilmi? A, B, C və s. W Azərbaycan dilində elə bir hərf yoxdur. Bu hərfi var, W yoxdur. Bu ingilis hərfidir və Yunan hərfidir. W, yəni hərfi, W hərfi. Yunan dilində 6-cı hərfdir. Xəbəriniz var? Maraqlıdır. Bu W 6-cı hərfdir. Sayda da belə deyil. 3 dənə W-ni götürsən nə olacaq? 666. Bilirsiniz, internetə girəndə, hər bir sayta girəndə bu 3 hərfi görürsünüz ya yox? W. 666. Bu insan sayıdır dostlar. Baxın, nə ingilis belə deyək də, nə rus hərfləri, ingilis hərfi Yunan hərfidir ümumiyyətlə. Əlifbası da deyək, Yunan əlifbasını işlədirlər. Amma dostlar, maraqlısı odur ki, götürək sadəcə, bax bu W hərfini 6-cıdır sayda. Bunu özünüz də evdə götürüb Yunan əlifbasına baxıb görə bilərsiniz ki, doğrudan da bu 6-cı sayda 6-cı hərfdir. Və bu 3 dənə W götürək də, bu doğrudan da insan sayıdır və hal-hazırda biz görürük ki, internet vasitəsilə çox şeylər yəni bu dünyada qurulur. Doğrudan da elədir. Məlumatlar, müharibələr, alqı-satqı və s. Yox, demək istəmirəm ki, bax, burada internetdən söhbət gedir. Yox, burada vəhşi heyvandan söhbət gedir. Amma ola bilsin ki, həmən bu hərflər ilə də bağlı ola bilər. Kimdir, nəçidir, necə bir sistemdir, xəbərimiz yoxdur. Amma bu yaxın gələcəkdə
Rəbb açacaq. Cəmiyyət götürülən kimi o saat aşkar olunacaq. O saat dostlar aşkar olunacaq. Və Rəbb öz gəlişinə hazırlaşır və bayaq dediyim kimi bu 144 min nəfər ilə bu dünyaya qayıdacaq. Nə üçün qayıdacaq? Birincisi, Bir yerlik padşahlıq eləyəcək. birincisi dostlar bu dünyanı mühakimə etmək üçün. Kim iblisin ardınca gedibsə, onları nə edəcək? Qıracaq. Birincisi mühakimə edib məhv edəcək. Onlar hamısı hara düşür? Cəhənnəmə. Cənnətə düşmürlər ki? Yox. Sonra da dostlar, bu dünya təmizlənməlidir. Yeşaya peyğəmbərin kitabında deyilir ki, 1000 il padşahlığı nədən başlanır? Bu dünya o qədər qırğın, yəni ki, insan qırılacaq. Yer üzü bu qandan, meyitlərdən təmizlənməlidir. Ümumiyyətlə dünyada hər zaman, bax bu son zamanlarda belə deyək də, sülh yaranan kimi nə edirlər məsəl üçün? Bu indi torpaqları azad edəndən sonra nə edirlər? O saat orada yaşamağa başlayırlar. Təmizləmək lazımdır. Elə deyilmi? Nədən təmizləyirlər? Günahlardan. Yer üzündəki Minalardan, sonra nədən? Meyitlərdən, elə deyilmi? O qədər şey var ki, Çox artıq. deməli Yeşaya peyğəmbərin kitabında da deyilir ki, 7 il ərzində deməli yer üzü bütün dünya təmizlənməlidir. Yezekelin kitabında da deyilir ki, elə bir doğrudan da dövr olacaq, elə bir zaman olacaq. Rəbb gələndən sonra yer üzü təmizlənməlidir və əgər insan sümüyü, Yezekel peyğəmbərin kitabında deyilir. Əgər insan sümüyü hardasa tapılsa, o saat həmən yerdə bir işarə qoyulacaq ki, bax o sümük oradan götürülüb bastırılsın. Yəni bax bu cür. Bu cür dostlar. Gəlin keçək indi 6-cı ayədən 13-cü ayəyə qədər oxuyaq. Rəbbin gəlişi nədən başlanır? Deməli, burada biz oxuduq ki, 14-cü fəsildə oxuduq ki, bu 144 min nəfər var idi. Onlar quzu ilə bir yerdə, yəni İsa Məsih ilə bir yerdə həm sevinirlər və 3-cü ayədən deyilir ki, onlar taxtın 4 canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə də oxuyurlar. Və dostlar, onlar deməli Rəbb İsa Məsih ilə gəlişə hazırlaşırlar. Amma yer üzündə biz görürük ki, doğrudan da iblis burada 3 il yarım, yəni 42 ay deməli hökmranlıq edir və onu mühakimə etmək lazımdır. Və onun ardınca gedənləri məhv etmək lazımdır. Gəlin indi 6-cı ayədən oxuyaq. Rəbb nədən başlayır? 6-cı ayədən 13-ə qədər Əli qardaş oxu zəhmət olmasa. Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O yer üzündə yaşayanlara, hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir müjdə gətirirdi. Mələk uca səslə deyirdi: Allahdan qorxun, ona izzət verin, çünki onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını yaradana səcdə edin. İkinci mələk də onun ardınca gələrək deyirdi: Dağıldı, böyük Babil dağıldı. O, əxlaqsızlığının coşqun şərabını bütün millətlərə içirtmişdi. Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: Kim vəhşi heyvana və onun surətinə səcdə edib, öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşqun şərabından içəcək. Bellərində müqəddəs mələklərin və quzunun önündə od və kükürtlə işgəncə veriləcək. Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib, adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq.
Allahın əmrlərinə riayət edən və İsa'ya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun. Onda göydən belə deyən bir səs eşitdim. Yaz, bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır. Ruh deyir, bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar. Çünki əməllərinin nəticəsi onların ardınca gedir. Çox sağ ol bura qədər. Deməli, indi isə biz burada oxuyuruq ki, Yahya 3 mələyi görür. Bu 3 mələyi də biz burada oxuyub bilirsiniz nəyə görə bilərik? Bu 3 mələyi görəndə. Bu Rəbb Allahın mərhəmətidir. Hələ də mərhəməti var. Dostlar, onun mərhəməti tükənmir. Qurtarmır yəni. Burada da hələ də insanlara vaxt verir. Çünki 42 ay ərzində insanlar iblisi qəbul edərək damğalanırlar. Yəni öz əllərini, göz qollarını ya da ki kimin qolu yox, sağ qolu yoxdursa öz alınlarını verirlər, deyirlər ki, gəl mən hazıram. Kim qorxudan, kim belə deyək də kimin böyük problemi varsa, yəni işsizlikdən, kasıb olduğundan, yəni yaşamaq istəyir, ya da kim onu doğrudan da qəbul edib, onun ardınca gedir, onun adını yüksəldir, elələri çox olacaq. Amma Rəbb qayıtmamaqdan, üzr istəyirəm, deməli, yerə gəlməkdən qabaq nə edir? Öz mələklərini göndərir. Birincisi biz görürük ki, birinci mələk, mən deyir, göydə bir uçan mələyi gördüm. Həmən mələk müjdəni yayır. İnsanlara elə bil ki, şeypur çalır. Elə bil ki, şeypur ilə, uca səslə deyir, ay cəmaat, ey insanlar, Rəbdən qorxun, iblisdən yox, Rəbdən qorxun. Allahdan qorxun, ona izzət verin. Çünki onun mühakimə edəcəyi vaxt artıq nə? Gəldi. Göy, yeri, dənizi və su qaynaqları yaradana səcdə edin. Siz kimə səcdə edirsiniz? Siz təsəvvür edin. İnsanlar bu mələyi görəcək. Bax, indi bizim dövrdə biz hələ mələkləri görmürük. Biz mələkləri görmürük. Amma burada bütün insanlar bu möcüzəni görəcək. Bu mələyi görəcəklər, qorxmayacaqlar. Allahdan qorxmayacaqlar. Görün, nə qədər bunların ağılları iblis tərəfə dönəcək, yəni ki, başlarının ağıllarını itirəcəklər. Göydən uçan göy vətəndaşı da belə deyək də mələk. Bunlara xəbərdarlıq verir, Rəbb gəlir. Rəbb çox yaxındır. Budur, onun əmri ilə mən də gəlib sizə bu müjdəni çatdırmaq istəyirəm. Allahdan qorxun. Qulaq asdılar, qulaq asmadılar. Sonra ikinci mələk də onun ardınca gələrək deyir ki, dağıldı. Böyük Babil dağıldı. Babil şəhər olubdu, yadınızdadırsa. Amma Yahya yazdığı dövrdə artıq Babil şəhəri dağılmışdır, yox idi. Bugünə qədər də Babil şəhəri yoxdur. Amma burada rəmzi şəklində burada açılır Babil şəhəri. Dostlar, bu Babil şəhəri 17-ci və 18-ci fəsillərdə tam açılır. Nədən söhbət gedir? Hansı şəhərdən söhbət gedir? Gəlin, Allah qoysa 17-ci fəsili oxuyanda bu haqda biz danışacaq. Burada rəmzi şəklində dostlar deyilir. Mən azca deyəcəm sizə. Burada yanlış insanlardan, imanlılardan söhbət gedir. Yanlış təlimlərdən. O insanlar ki, özünü məsihçi sayırlar, amma məsihçi deyirlər. Deyirlər ki, mən də məsihçiyəm, amma əslində heç Məsih onları tanımır. Rəbb deyəcək ki, mən sizi tanımıram. Qanunsuzluq edənlər məndən rədd olun. Biz bunu Matanın kitabında oxuyuruq. Mən sizi tanımıram. Bax, onlar da iblis ilə əlbir olacaq. Onlar da
Məsihin əleyhdarını, həmin o əleyhdarı qəbul edərək onu iblis, üzr istəyirəm, onu Məsih kimi, onu Rəbb kimi adlandıracaqlar və deyəcəklər ki, görürsünüz, biz Məsihçiyik. Siz nədən qorxursunuz, ay insanlar? Biz Məsihçi olaraq onu qəbul etmişik. Siz niyə qəbul etmirsiniz? Amma bu ikinci mələk də elə bil ki, çalışır insanların gözlərini açsın. O insanlardan, o Babildən uzaq olun. O Babil şəhəri dağılacaq. Sonra üçüncü mələk. Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi. Kim vəhşi heyvana və onun sürətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, o da Allahın qəzəb kasasından, deməli, kasasına qarışıqsız tökülmüş coşqun şərabından içəcək. Dostlar, yəni ki, onu qəzəb yan keçməyəcək. Bax, bu üç mələk, əzizlərim, bu üç mələk, üçü də xəbərdarlıq edirlər. Ardını oxuyaq. Gəlin ardını oxuyaq. İndi isə 14-cü ayədən 19-a qədər. Əli qardaş, bir də oxu zəhmət olmasa. Mən gördüm ki, ağ bir bulut var və buludun üstündə bəşər oğluna bənzər biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə oturana uca səslə dedi: Orağını işə sal və biç, çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi. Onda buludun üstündə oturan öz orağını yer üzünə saldı və yer üzü biçildi. Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi. O dişində məsul olan başqa bir mələk də qurbancaqdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi. İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs, yığ. Çünki üzümlər yetişib. Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allahın hiddətinin böyük üzüm sıxanına atdı. Üzümlər şəhərdən kənarda olan üzüm sıxanda tapdalandı. Üzüm sıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı. Çox sağ ol, bura qədər. Dostlar, burada da biz artıq görürük ki, Yahya yenə bir görüntü görür. Göydə bir görüntü görür. Yəni ki, ona göylərdə açılır ki, Rəbb İsa Məsih yer üzünə gəlməlidir. Bəşər oğlu. Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər biri böyük hərflə yazılıb. Biri oturub. Sizcə kimdir? İsa Məsih. İsa'dır. Niyə balaca hərflə İsa Məsih yazılmır? Niyə onun haqqında böyük hərflə yazılır? Seçilmişdi ona görə. Necə? Seçilmişdi ona görə. Ümumiyyətlə, müqəddəs yazıda böyük hərflə kim yazıla bilər? Rəbb Allah. Elə deyilmi? Amma baxın, burada biz İsa Məsih haqqında da oxuyuruq ki, bəşər oğluna bənzərdir. Bax, göylərdə. Bəşər oğluna bənzər biri oturub. Yalnız o mühakimə edə bilər, başqası yox. Heç kəsə səlahiyyət verilməyib. Rəbb İsa Məsih diriləndən sonra öz şagirdlərinə nə dedi? Yerdə və göydə kimə səlahiyyət verilib? Mənə səlahiyyət verilib. Mənə səlahiyyət verilib. Deməli, yer üzünü də mən mühakimə edələm. Və baxın, ona da nə deyilir? Deməli, onun başında yazılıb ki, qızıl tac, əlində bir iti oraq var idi. Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə oturana uca səslə dedi. Nə dedi? Götür oranı və
Oraq nədir? Oraq biçmək üçündür də. Ot biçən varmı burada? Ümumiyyətlə kimsə biçib Kənddə biçmir. nənələr biçir. Xıdır yəqin ki, indi rayonda biçmisən də bilirsən də necə. Nənəm biçir. Yəni, çox belə iti olur da, elə deyilmi? Çox iti olur. Allah eləməsin kimsə qabağa çıxsa, o saat qıra bilər də, elə deyilmi? Deməli, orağını deyir, işə sal, biç. Nəyi biç? Yer üzündə. İnsanlar Yer üzündə kimi biç? Pisləri. Dostlar, elədir dostlar. Yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi. Birincisi, bilirsiniz, burada rəmzi şəkildə biz bir üzüm ağacından söhbət gedir də. Bax, bu üzümü biçklə üzüm ağacı simvolik şəkildə bu onun xalqıdır, İsrail xalqıdır. Amma bu xalq ondan dönüb başqasını qəbul edəcək. Başqasını qəbul edəcək. Buna görə də mələyin biri deyir ki, bax o göydə oturana xahiş edir, deyir ki, artıq vaxtı gəlib çatdı, orağını deyir işə sal, biç. Onda buludun üstündə oturan öz orağını yer üzünə saldı və yer üzü biçildi. Necə oldu bu haqda oxuyacaq? Gəlin Yeşaya Peyğəmbərin zəhmət olmasa kitabını açın. Yeşaya Peyğəmbəri 63-cü fəsil 3-cü ayədən 3-dən 6-ya qədər. Gəlin bir yerdə oxuyaq. Ali qardaş, ən tez açan sənsən elə deyilmi? Onda elə sən də oxu. Burada İsa Məsihdən söhbət gedir. Baxın, İsa Məsih, yəni ki, Yeşaya gələcəyi görür. İsa'nı görür. İsa'nı Rəbb kimi görür və mühakimə edən kimi bir şəxsi görür. Buyur, zəhmət olmasa, 3-cü ayə. Üzümü tək sıxdım. Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım. Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı. Bütün libaslarımı bulaşdırdım. Çünki qisas günü qəlbimdə idi. Xalqımı satın aldığım il gəldi. Mən baxdım, kömək edən bir kəs yox idi. Mənim tərəfimi saxlayan olmadığına məhtəl qaldım. Onda qolum mənə zəfər gətirdi. Qeyzim mənə dayaq oldu. Qəzəb içində xalqları tapdaladım. Qeyzimi onlara içirtdim. Qanlarını yerə axıtdım. Bura qədər. Çox sağ ol. Deməli, Ali qardaş, nədən söhbət gedir burada? Üzüm bayaq oxuduq da Vəhiy kitabında elə deyir. Burada ümumiyyətlə döyüşdən söhbət gedir. Deməli, yer üzünə İsa Məsih gəlib iblis ilə döyüşməlidir. Döyüşməlidir. Və onun ardıncan gedənlər ilə onlarla da nə etməlidir? Döyüşməlidir. Və baxın, burada deyilir ki, Yeşaya Peyğəmbərin biz kitabında oxuyuruq ki, qəzzəb içində onları deyir, niyə inədim? Tapdaladım deyir. Özüm tapdaladım. Qeyzlə deyir, təpiyimin altına saldım. Qanları deyir, geyimlərimə sıçradı. Və bayaq biz oxuduq, baxın necə yazılır. Bayaq danışdım, deməli, Əli qardaş da oxudu. Üzüm sıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyaya bərabər məsafə axdı. Görün nə qədər adam öldürəcək. Mən özüm deyir onları tapdaladım. Yer üzünə gələn kimi onun qarşısında heç bir insan dura bilmədi. Nəinki onun qarşısında onlar titrədi, hamısı məhv oldu. Hamısı qırıldı birdən. Necə qırılıbsa, Zəkariya kitabında bu haqda da gəlin biz oxuyaq. Zəkariyanın zəhmət olmasa 14-cü fəsli oxuyaq. Orada da zəlzələ baş verdi yazılıb. Bu haqda sonra biz 15-ci fəsildə də oxuyacaq. Zəkariyanın 14-cü fəsli zəhmət olmasa açın.
Elçin qardaş oxuyarsan zəhmət olmasa Zəkariya kitabının 14-cü fəsil 3-cü ayədən 5-ə qədər, 3-dən 5-ə qədər. Buyur. O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək. O gün onun ayaqları Yerusəlimin önündə, şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb, çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız. Çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yahuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahın Rəbb bütün müqəddəslərlə birgə gələcək. Eşitdiniz dostlar. O zaman Rəbb bütün müqəddəslərlə birgə gələcək, yəni qayıdacaq. Amma burada da deyilir ki, Rəbb özü çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə millətlərə qarşı döyüşəcək. Mən deyir, özüm tapdalayacağam onları. Və necə Zeytun dağından göylərə qalxıbsa, həmən yerə də qayıdacaq. Yəni, onun ayaqları həmən o Zeytun dağına inəcək. Və böyük bir zəlzələ baş verəcək. Doğrudan da böyük bir zəlzələ baş verəcək. Bunu biz 15-ci fəsildə oxuyacaq sonra. Dostlar, və yazılıb ki, ayaqları Yerusəlimin önündə şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Bax, həmən o vadi Harmagedon vadisi olacaq. Bəli, bax, orada da döyüş olacaq. Böyük bir vadi olacaq. Həmən o vadi, həmən o yer 300 kilometrə qədər olacaq, uzanacaq. Siz təsəvvür edin. 300 kilometrə qədər. 1600 stadiyə qədər. Və yenə də indi gəlin Vəhiy kitabına keçək. Baxın necə yazılıb. Bax, artıq zaman gəlib çatdı. Orağını deyir, işə sal, biç. Rəbb qayıdır. Necə qayıdır? Bax, bayaq oxuduq biz. Necə döyüşəcək? Və baxın, burada yazılıb ki, bax, onun qəzəbi günü, qəzəb vaxtı necə olacaq? Özü, yəni, bax, o üzümü sıxacaq, özü tapdalayacaq. Tapdalayan zaman da, dostlar, yazılıb ki, qan çıxdı, bu, deməli, 14-cü fəslin axırıncı ayələrini oxuram. Qan çıxdı və at yüyənlərinə qədər qalxaraq, at yüyəni nədir? Kim deyər? Ağzına taxılır, ağzına. Ay, sağ ol. Bax, bu ağzına taxılır, at yüyəni. Siz təsəvvür edin. At, bax, təsəvvür edin, ot yeyir. Ot yeyir. Siz, bax, ot yeyəndə də, elə bil ki, bax, bu ağzından təxminən nə qədər? Bir 10 santi var? 5, 6, 10 santimetr, 10 santiyə qədər də təxminən bax bu qədər yarılıb ki, bu qədər qan qalxacaq. Elə bil ki, qanlı göl olacaq. Qanlı göl olacaq. 300 kilo. Siz təsəvvür edin, nə qədər insan qalacaq. Nuh Peyğəmbərin dövründə bu batqın zamanı, daşın daha doğrusu zamanı nə qədər insan qırıldı da, onlar hamısı su altında qaldı. Amma burada elə olmayacaq. Bunlar hamısı yer üzündə olacaq, bax belə. Quruda olacaq. Siz təsəvvür edin, bu Allahın qəzəbi, Allahın hiddəti, bax burada görüləcək. Biz deyəndə ki, bax, qiyamət günü nədir? Bax, qiyamət günü budur. Bu 14-cü fəsildə qiyamət günü, yəni Allahın hiddəti, quzunun hiddəti, belə deyək, bax, burada açılır. Bir də, nəhayət biz bir yerində oxuyaq, ondan sonra da gələn səfər ardını oxuyacaq. Zəhmət olmasa, Zəbur kitabını açın, 2-ci məzmur. Əsmər bacı, oxu, 2-ci məzmuru. 2-ci məzmurdan hardan hara? 1-dən axıra qədər.
Nə üçün? Nə üçün millətlər belə vurmaya düşür, o sözü deməyi çətinə verir. Ümmətlər boş şeylər düşünür, dünya şahları yığışır, hökmdarlar Rəbb və onun nəsib etdiyini qarşı birləşir, deyirlər. Gəlin onların bu xovlarını qoparaq. Düz oxudun. Üstündəki zəncirləri ataq. Göylərin sakini gülür. Xudafənd. Bura qədər, bura qədər. Zəhmət olunsa Əli qardaş 5-ci ayədən oxu. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir, mən padişahımı müqəddəs dağım Siyonda əyləşdirmişəm. Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi, sən mənim oğlumsan, mən bugün sənə ata oldum. Məndən istə, onda irs olaraq millətləri, mülk olaraq yer üzünün qurtaracağına tək hər yeri sənə verirəm. Onları dəmir əsa ilə qıracaqsan, saxsı qap kimi çilik-çilik edəcəksən. İndi ey şahlar, müdrik olun, ey dünya hakimləri, ibrət alın, Rəbdən qorxub ona xidmət edin. Həm titrəyin, həm sevinin. Oğlu öpün ki, qəzəblənməsin, yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır. Bura qədər, çox sağ ol. Deməli, baxın bir də dostlar, biz Vəhiy kitabının 14-cü fəsildə oxuduq, 14-cü fəsil nədən başlayır? Mən gördüm ki, Sion dağında kimlər var? 144 min nəfər və onlarla birlikdə kim? Rəbb özü. Sion dağında. 2-ci məzmurda deyilir ki, 6-cı ayədə deyilir ki, mən padişahımı deyir, müqəddəs dağım Siyonda əyləşdirmişəm. Deyir, orada görüb də. Yəni ki, ata Allah özü. Gəlin, baxın necə başlanır ümumiyyətlə 2-ci məzmur. Nə üçün deyir millətlər belə vurnuxmaya düşür? Ümmətlər boş şeylər düşünür. Dünya şahları yığılışır. Nə üçün? Rəbbə qarşı bilirlər ki, Rəbb qayıtmalıdır. O dağ Siyonundan, yəni ki, həmin göylərdən başqa sözdür, rəmzi şəklində. Yəni ki, göylərdən enməlidir. Bunlar da ki, bu millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylərə düşünür. Dünya şahları yığılışır, hökmdarlar Rəbbə və onun məhz etdiyinə qarşı nə? Birləşir. Məhz etdiyi kimdir? İsa Məsihin özüdür. Elə deyilmi? Göylərin sakini gülür. Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək. Qəzəbi ilə onları dəhşətə gətirəcək. Həmən o günü. Bir də 10-cu ayədən oxuyaq. Baxın nə yazılıb. İndi ey şahlar, müdrik olun. Ey dünya hakimləri, ibrət alın. Rəbdən qorxub ona xidmət edin. Həm titrəyin, həm sevinin. Oğlu öpün ki, qəzəblənməsin. Başqa sözlə ona hörmət edin. Oğluma deyir, hörmət edin. Öz mələklər, o 3 mələklərimi də göndərirəm. Onlar sizə xəbərdarlıq verir. Oğluma, iblisə yox, oğluma hörmət edin. Oğlumu öpün ki, qəzəblənməsin. Öpəcəklər? Yox, ona qarşı duracaqlar. Çünki vurnuxmaya düşürlər, boş şeyləri düşünürlər, yığışırlar ki, Rəbbə qarşı, onu məhz etdiyi şəxsə qarşı dursunlar, onu məhv etsinlər, amma elə olmayacaq. Elə olmayacaq. Yoxsa tutduğunuz yolda məhv olasınız. Çünki qəzəbi tezliklə kimin qəzəbi? Allahın qəzəbi. Bax, burada oğlunun qəzəbi yazılıb. Məsihdən söhbət gedir. Çünki qəzəbi tezliklə alovlanır. Ona, kimə pənah gətirənlər? Ona. Yenə də Rəbb İsa Məsihə. Dostlar, Rəbb Allahdan deyəndə onu anlamalıyıq ki, burada İsa Məsihdən söhbət gedir. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır.
Bir də deməli Vəhiy kitabında da deyilir ki, Rəbb İsa'da ölənlər, Rəbdə ölənlər nə bəxtiyardılar. İblisin ardınca getmə, iblisi qəbul etməyənlər. Bəli, iblis qəzəblənib onları çalışıb öldürəcək, məhv edəcək. Kim ki İsa'nın ardınca, kim ki İsa'ya hörmət edəcək, onları çalışıb məhv edəcək. Amma Rəbdə ölənlər yazılıb, nə bəxtiyardır. Buna görə də Rəbb hər birimizə xeyir dua versin. Amin inşallah. Onun gəlişi nə vaxtdır biz onu deyə bilmərik. Bizdən bağlıdır. Amma biz hər zaman, hər gün onun gəlişinə hazır